Şəhləyəm. Mən profesoram, eləmi? Hay qara, kətçi balası bic olar. Bax, elə ki kətdən düşdü şəhərə. Vağzaldaca əzik kepkasını atacaq zibil yeşəyə. Sonra düz bir ay yataqxanada qarnını verəcək yerə, başlayacaq imtihanlara hazırlaşmağa. Axır ki, var güclə girəcək instituta. Hə, elə ki instituta girdi, başlayır əlini başını düzəltməyə, nə bilim qalstuk taxır, poloboks istrişqa, bir sözlə qartını qurtunu düzəldir. Sonra başlayır institutun qızlarını göz gəzdirməyə. Görüm hansı qızın dədəsi milyonerdir, hansı qızın dayısı vəzifəlidir. Nəysə bir qızı gözaltı eləyib, düz 5 il zarıya-zarıya, hıqqana-hıqqana pişirir onu. Qızındakı ağlı kuş ağlı pişirməyə nə var onun? Nəysə, bu kətçi balası institutu qutardı. Hə, qızın dədəsi ev eşiyi düzəldir buna. Başına gözünə döyə-döyə adam eləyir onu. Miniş, yenə çənən yaman qızışıb ha. Nə var düz demirəm. Bax sən mənə bir professor ya da nazir adı de ki, onun arvadı məni kimi fəhli olsun. Eləmi? Hə. Onda sən də mənə bir professor ya nazir arvad de ki, onun əri ekskavatorçu olsun. Deyil mi? Qara. Ha, nədir? Deyirsən yanı taylı tayını tapmasa günah vayla keçər, hə qara? Ay sor, eşeğin qırar tayını tapar da. Yox, nə? Yox, onu demək istəmirəm. Yəni ki, ikimiz də bir-birimizə babıq. Mən var mı verim? Dansına fikir ver, hə? Yax, hirslənmə. Miniş, valla, sən laf belə ministr olsaydın da alardım səni. Bax, canın üçün düz deyirəm. Çölə tökülmüşdü elə. Niyə canına qəst edirsən, bir belə işləmək olar. Ha, tök görüm. Yaxşıdır. Bəs, saçmalama, bir görmez. Bu nə? Ay Miniş, gene kif